Hər vaxtınız xeyir olsa, hörmətli izləyicilər. Milli TV-nin günün xəbəri proqramında sizlərlə Məlahət Səfərovadır. Əlilliklə bağlı pensiya düzəltmək adı ilə dələduzluqda təhsilləndirilən Samirə Mirzayevanın digər epizod üzrə cinayət işi ilə bağlı məhkəmə istintaqı başa çatıb. Bugün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Hakim Vüqar Quliyevin sədrliyi ilə baş tutan iclasda prokuror əvvəlki hökmlər nəzərə alınmaqla təqsirləndirilən şəxsə 8 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası verilməsini təklif edib. Məhkəmədə Samirə Mirzayevaya son söz üçün vaxt ayrılıb. Növbəti proses fevralın 20-sinə təyin edilib. Qeyd edək ki, o sosial təminat və əlillik dərəcəsi ilə bağlı vədlər verərək vətəndaşlardan küllü miqdarda pul almaqda ittiham olunur. Xəbərləri Milli TV-də izləmədə qalın.